Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar artist Nüşabə Ələsgərli ona ünvanlanan qısa suallara cavablandırıb. Xəbər verilir ki, müğənnimiz Zar proqramında ən çox pulu nəyə xərclədiyini deyib. Nüşabə Ələsgərli ən çox tuma pul xərcləyirəm deyə əlavə edib. Ən böyük arzusunun Sinqapura getmək olduğunu deyən Nüşabə Ələsgərli, oğlunuzun toyuna hansı müğənnini gətirəcəksiniz sualına Sibelcan toyda iştirak edəcək cavabını verib. Qeyd edək ki, Nüşabə Ələsgərlinin oğlu Estoniyada yaşayır. O illər əvvəl övladının kiçik toyuna İbrahim Tatlısazı gətirməsilə gündəmə gəlib. Müğənninin qızı isə ailəlidir və Belçikada yaşayır. Müəllimlərə mühüm xəbər. Mingəçevir Dövlət Universitetinin bütün əməkdaşlarına Novruz və Ramazan bayramları münasibətilə pul mükafatı ayrılıb. Xəbər verilir ki, bu barədə universitetin rektoru Anar Eminov əmr verib. Əmrə əsasən təhsil müəssisəsinin bütün əməkdaşları 500 manat mükafat alacaqlar. Güman edək ki, bu bütün Azərbaycanda xidmət göstərən müəllimlərə şamil olunsun.